Salam dostlar, hər vaxtınız xeyirli olsun. Dostlar, bir məsələ ilə bağlı danışacağam. Bəziləriniz gəlib kommentariyada yazırsınız. Mən buna dəfələrlə aydınlıq gətirmişəm. Gəlib yazırsınız ki, bir-birinizi qırırsınız. Nədir? Xalq kimə inansın? Qardaş, burada zaten aparılan mübarizə, bu savaş inancın uğrundadır da bəs. İnancın uğrundadır. Yəni mən bu günlərim bu rejime karşı apardığım savaşta bu rejimin, Əliyev rejiminin ne kadar əxlaqsız, tərbiyəsiz, ləyaqətsiz, şər atan, böhtan atan, fitnə fəsad törədən olduğunu görürəm. Onu deyirəm, danışıram qardaş. Mən ortalıqdaşlarla bağlı danışmalıyam da bəs. Yəni səhvi bir dənə o eləmir ki, fitnəni bir dənə o törətmir ki, bunlar da törədir da. Başa düşürsünüz məni? Yəni mən niyə ortalıqdakılarla bağlı səhvləri varsa, səhv bizə zərərdirsə, ziyan gətirirsə, niyə danışmayaq ki, yəni? Yəni nə səbəb var ki, bunu danışmamaq üçün? Əliyev rejiminə qarşı mübarizə aparırlar ona görə. Yəni mən Əliyev rejiminə qarşı mübarizə aparıramsa, yanında da oyun oynayıramsa, olar da. İstədiyim adama şər atım, haqqında bilmədiyim adamın haqqında danışım, şər atım, böhtan atım, ləkələməyə çalışım. Yəni bunu mən eləyə bilərəm də, normal haldır, eləmi? Qoy elə mübarizə aparır da Rafael Piriyev, İlham Əliyevə qarşı kimə gəldi şər ata bilər də. Oyun oynaya bilər də. Məsəl üçün apardığı müqəddəs mübarizəni, xalq mübarizəsini, yəni biznesə çevirib pul qazana bilər. Yəni eləyə bilərik də bunu. Bunu demək istəyirsiniz. Mən bunun qarşısına keçmək istəyirəm ki, eləməyin bunu. Siz bunu elədikcə bu millətə bir faydanız olmayacaq. Bu milletin sözünü demək, bu milleti xilas eləmək demək deyil. Bu xilasa aparmayacaq bu. Bu milletin sözünü deyirsənsə, sözünün hikmətini qorucunan. Sən bu milletin sözünü deyib, təzədən də bu milletin gözü qarşısında çıxıb, orada Rafael Piriyev, nə bilim, hakimiyyətin adamıdır, nə bilim. Siz hardan bilirsiniz ki, mən hakimiyyətin adamıyam? Nədən bilirsiniz? Bu indi yox, bu 2019'dan davam edir bu oyunlar. Siz hardan bilirsiniz mən hakimiyyətin adamıyam? Məndən yaxşı tanıyırsınız siz. Hə? Hakimiyyətin adamıyam, çıxardın qoyun efirə, deyin ay millət, bax, Rafael Piriyev, gəl görək bir elə bir, çıx efirə. Mən gəlib sizin evinizə çıxaram, siz mənim efirimə çıxarsınız, fərq eləmir. Lazımdır, gəlin realda görsə, realda sizə sübut eləyim mən. Və yaxud da siz sübut eləyirsinizsə ki, mən hakimiyyətin adamıyam, siz sübut eləyərsiniz. Yəni, mənə niyə, siz niyə iddia edirsiniz ki, mən hakimiyyətin adamıyam? Nədən bilirsiniz ki? Hə? Mən sizin oyunlarınızla bağlı danışıram, fırıldağınızla, ikiyüzlülüyünüzlə, oğraşdığınızla, alçaqlığınızla, insanlara şər atmaq, böhtan atmaq, ləkələmək, vurub sıradan çıxartmaq istəyirsiniz. Və necə ki, mənə qarşı alçaqlıq edirsiniz, siz oğraş blogerlər, peysər tayfası. Yəni, mən bunu deməməliyəm ki, yəni, bunu niyə edirsiniz ki, kimsiz ki siz? Hə, indi sənin əlində 100 minlik kanalın var, bir balaca da danışıq qabiliyyətin var, söktarı getdik, qoyduq Rafaelin şəklini oraya, alayım, baxın. Daldan verir, hakimiyyətə işləyir və yaxud da digərlərinə deyir, nə qədər adama şər atmışsınız siz? Nə qədər adama lək atmışsınız? Fahişələr. Başa düşürsünüz? Yox, bunlar mənə şər atacaqlar. Əleyhimə neçə illərdir bu alçaqlığı eləyəcəklər. Mən də bunlarla bağlı danışmayacağım ki, birdən kimlərsə mənə deyər ki, bunlar bir-birlərini qırırlar, deyir, rejim qalıb bir tərəf, rejim harada qalır, qarsın, sən nə deyirsən denən, neynirəm, mən düz yolumu gedirəm. Yolumu kəsən varsa, yoluna tullanacam, başına min oyun açacam. Sən kimsə nəyə oyun oynayırsan? Kimsə nəyə yalanla məşğulsan? Hə? Götürüb mənə deyəsən, hakimiyyətin adamıyam. Çıxar defirinə sübut eləməsən, tayfan fahişədir, nəslin fahişədir. Sübut eləyə bilərsən? Nə var ki, çıxıb buradan deyim mən, filankəs hakimiyyətin adamıdır. Nə var ki bunu deməyə? Fakt qoy ortaya, sübut qoy, argument gətir. Bunların argumentinə bax. İlham Əliyev rejimi Alyona məsələsindən narahat olubdu deyə. Rafael Piriyevi bizim əleyhimizə qısqırdıblar. Siz nə peysər adamsınız, nə oğraş fahişə adamlar sizə, sizin bilət milliyyətiniz nədir sizin? Hə? Siz hansı milletin evladı sizəsiz? Belə millət evladı olur? Mənim əleyhimə
O attığınız şər böhtanlar ona cavab verilməyənə qədər hədəfimdəsiniz. Hədəfimdəsiniz. Zaten indi deyil bu. 2019'dan beri bu davam edir. Her zaman sizin adınızı çəkib dalınıza pas soğmuşam. Əcəb eləmişəm, yaxşı eləmişəm. Şəraiti siz yaratmışsınız. Bu haqqı mənə siz vermişsiniz. Verməyəydiniz. Verməyəydiniz. Kimə gəldi şər böhtan atırsınız, ləşə yaxırsınız. Bölücülüklə məşğulsünüz. Əlbəttə ki, mən sizi hədəfimə qoyub başınızı oynaşmalıyım. Kim siz əsiz? Hə? Kim siz əsiz? Fahişədən əmələ gələn tır-yapqa gədələr. Buradan deyirəm, bir daha səslənirəm. Düzdür, bəzi adamlar gəlir, baxır, deyirəm, bu rejimə qarşıdırsa, bunlara niyə qarşıdır? Olmalıyam, qardaş. Niyəsi budur. Sən mənə şərata bilmərsən, sən mənim haqqımda çıxıb, İctimaiyyətə yalan danışa bilmərsən, sən yalan danışarsansa mən sənin arvadını söyərəm. Yalanın cavabı söyüşdür, bitdi. Qoyursan ortaya şər böhtanı. Səsini qoyursan, ifşa eləysən, sübut etsən, sonra dalınca deyirsən, arvadına geydirim. Ananın bacının ağzına geydirim. Bəli, cavabı belə olmalıdır. Belə cındırların cavabı belə olmalıdır. Bu 1 deyil, 2 deyil, 3 deyil, 5 deyil, doludur. Nə də bu, kimdə bu adamlar? Cındır oğraş tayfası, pedaras, 200'lü göt veren köpəşə, göt verənlər. Mən buradan deyirəm sizə, mənə qarşı etdiyiniz fahişəliyə cavab verəsiniz. Mənim vecimə deyil, nə bilim, məni durub məhkəmə ilə qorxutmaya çalışırsınız. Ay, nə bilim, filan ki, mənə maraqlı deyil, nə bilirsiniz eləyin. Nə bilirsiniz eləyin. Mən sizin haqqınızda danışdığım yalan deyil. Şər deyil, böhtan deyil. Mənim əlimdə faktlar var. Gəlin cavab verin buna. Kimsiniz siz? Kimin mübarizəsini aparırsınız? Hə? Kimin siyasətini aparırsınız? Hansı xalqı xilas eləyəsiniz? Hə siz? Gəlin mən faktlar qoyum ortaya, sizə sübut eləyim mən. Görək o hərəkətlərinizdən sonra bu millətə nə kimi nümunə olursunuz? Nə haqq, nə ədalət, nə nağıl danışırsınız? Oğraş yığın, oğraş. Çıxıb birdən Rafael hakimiyyətin adamıdır. Nə bilim, müxalifətə, hansı müxalifət? Müxalifət var ha? Hansı müxalifətə? Seks müxalifətindən danışırsınız? Hə? Lifçi müxalifətindən danışırsınız. Nə müxalifət? Müxalifət kimdə? Hə? Sizin müxalifətiniz ifşa olundu da, Fuad Qəhrəmanlınız. Videosu paylaşıldı. 3 dəfə ayrı-ayrı paltarlarda pul alır. Yalandan da deyir, mənə pul vermişdilər ki, mən çatdırım onu bir xəstəyə. 3 dəfədə pul alıb. Siz ifşa olursunuz da. Gənə də siz üzünüz var danışırsınız, siz. Gənə də siz abırınız var danışırsınız, siz. Hə? Müxalifət var Azərbaycanda. Hansı müxalifət? Bu xalqı 2003'də bu rejimə satan müxalifətdən danışırsınız. Hansı müxalifətə? Sizin dəstək verdiyiniz Əli Kərimliniz, qənimətiniz, nə bilim, o birisi Fuad Qəhrəmanlınız, bu göz qabağındadır da, bunlar ifşa olur da. Bunlarla bağlı faktlar çıxır ortaya. Onlar olur xalqın adamı. Mənlə bağlı heç bir fakt yox, sübut yox, çıxıb deyir, bu hakimiyyətin adamıdır, xalqın adamı deyil. Siz belə eləyəndə, siz belə oğraşlıq eləyəndə, siz belə alçaqlıq eləyəndə, əlbəttə ki, mən sizin ananızı da söyərəm, arvadınızı da söyərəm, qızınızı da, nəslinizi də, əlbəttə ki. Əlbəttə ki, nə gözləyirdiniz ki məndən? Hə? Nə gözləyirdiniz ki, siz 1 döyürsünüz, 2 döyürsünüz, dolusunuz, paçka ilə, sürü ilə. Nə gözləyirdiniz ki məndən? Sən düşün, hamınız bir nəfərin üstünə ki, sən busan. Sonra da denəm, bizi niyə söyürsən? Canınızda niyə söyürəm? Yaxşı eləyirəm, əcəb eləyirəm. Düz eləyirəm. Gəlin cavab verin. Gəlin cavab verin. Zaten gələn həftədən başlayıram. Sizinlə bağlı bir neçə faktlar var. Çıxardım hamısını ortaya qoy, sizi biabir eləyəcəm bu cəmaatın içində. Sizi mən itin götünə soğub çıxardacam mən. Səbirli olun siz. Siz mənlə oyun oynayırsınız ya siz. Siz mənə şər atırsınız, fahişədən əmələ gələnlər. Sizin dalınıza pas soxacam mən. Siz bloger deyilsiniz, siz fahişə yığınısınız. Fahişədən əmələ gələnlərsiniz. Nə blogerə? Belə bloger olur. Şər atana, böhtan atana. 200'lülük eləyəndən bloger olur. Osturaq yığın osturaq. Sizin elədiyinizi İlham Əliyev deyir də, onun rejimi deyir də. Sizin nə fərqiniz var ki bundan?
Onlar da mənə şər atır, siz də mənə şər atırsınız. Onlar da məni məhkəməyə verir, Interpola verir, siz də verirsiniz. Siz hamınız bir yerdə olan adamlarsınız da nəticə etibarı ilə. Yalandır be, hə? Ha bu hakimiyyətin mənim gedib qohumlarımı tutub, polis bölməsində danışdırıb mənə qarşı videosunu paylaşırlar. Onu mənim əleyhimə istifadə edən siz deyilsiniz. Hə? İndi rejimə xidmət edən mənəm, yoxsa yox? Rejimin mənə qarşı qurduğu oyunu istifadə edən kimdir mənə qarşı? Siz. Sizdən də bağlı dəfələrlə videolar paylaşıblar. Mən niyə o videoları götürüb əlimdə bayraq tutub sizin üstünüzə gəlmirəm? Hə? Nətər olur hə bu? Mən də gələrəm də sizin də ailələrinizlə bağlı, qardaşlarınızla bağlı videolar çəkib paylaşıblar. Onda mən də onu götürüm gəlim üstünüzə ki, baxın sən anan deyir, qardaşın atan deyir, bunu hökumət demir ha. Bu nətər olur? Mən eləmirəm, siz eləyirsiniz. Nətər olur ki bu? Hə? Şərəfsizlər, namussuzlar. Ay uğraşdıra, vicdansız köpəklər. Mənə bloger olurlar. Blogerə baxırsan, özünü qoyub fahişəliyə, özünü qoyub qandonluğa. Şərlə, böhtanla, götvərənliklə məşğuldur. Səni sizin dalınıza pas soxacam. Səbirli olun siz. Siz kimlər nəsə oyun oynaya bilərsiniz, amma məndən oyun oynaya bilmərsiniz. Mən özüm onun bunun oyununu pozan adamam. Siz kimsiz hə məndən oyun oynayırsınız? Siz məndən oyun oynaya bilərsiniz, hə? Sizin o ağlını satır oynaya bilərsiniz. Sizin oynadığınız oyun şərdir, böhtandır, yalandır, fırıldaqdır, bir-birinə vurmaqdır, ara qarışdırmaqdır. Bu oyun deyil ki bu. Oyun deyil. Oyunu mən oynayıram sizə qarşı. Şərinizi atırsınız, böhtanınızı atırsınız, oğraşlıq eləyirsiniz, fahişəli yersiniz, götürüb faktlarla qoyuram ortaya deyirəm, baxın ay millət. Bunlar hamısı fahişədən əmələ gələn nəsli fahişələrdir, oğraşdır, peysərdir, cındadır bunlar. Bunlar nə blogerə, belə bloger olur, axmaqlar. Eşşək, köpək uşaq eşşək. Mənlə oyun oynayırlar, durun mənə qarşı elədiyi alçaqlara bax, hamısı da bir ağızdan. Eşad oradan, Orxan oradan, Qabili buradan, Əloğuzu buradan, osturaq uşaq osturaq. Kimsiz əsiz? Göt verənlər. Hə? Məni durub hakimiyyətə bağlayırlar. Çıxın sübut eləyin də. Çıxın sübut eləyin də. Nay millət, bax bu Rafael Piriyev çıxartmış ekrana. Bu adam hakimiyyətə işləyir. Filan. Faktlarla, sübutlarla. Ona görə bizi söyür. Nə şər böhtan? Biz buna şər atmırıq Rafaelə böhtan. Nədir? Böhtan atmırıq ki Rafaelə. Biz buna deyirik hakimiyyətin adamıdır, düz deyirik. Bir də faktlar. Göhtünüz yoxdur. Göhtünüz yoxdur, mənə şər atır sizə, şərəfsizlər, namussuzlar. Hə? Cəsarətiniz yoxdur, başınızı, burnunuz girməyən yerə soxur sizə. Cındalar. Peysərlər. Hədəfimdəsiniz, bunu unutmayın. Hədəfimdəsiniz. Başınıza oyun açacağım sizin. Mənə qarşı belə hərəkət eləyən. Çünki mənə qarşı dostlar, bilirsiniz, bu edilən hərəkət tək mənə qarşı deyil, sabah sizə də qarşı eləyəcəklər. Və eləyirlər də, bir neçə nəfərlərə eləyirlər. Nə qədər adamlar var, mənim özümlə danışırlar ki, bunlar qardaş, bunlara dəstək vermişəm, haqqı demişəm, məni şər atır. Məni şərliyir, ləkəliyir. Niyə? Kimsiz əsiz? Kimə xidmət edirsiniz, hə? Sən mənim millətimin ləyaqətli şərəfli evladısansa, sən niyə şərlə, böhtanla məşğulsan? Güya sən millətin adına, nədir, uzasansan, millətin adını böyüdürsən, sən şər atmaqla. Həm mənim adımdan danış, xalq olaraq, millət olaraq. Bizim adımızdan danışın, sonra da çıxın şərlə, böhtanla məşğul olun. Siz bizi belə təqdim edirsiniz, yəni biz millət olaraq belə oğraş 200'lü cında milləti, bir qiriyyət milləti biz. Həm haqlıyıq, həm də oğraşıq. Siz bunu sübut eləmək istəyirsiniz. Siz kimin adından danışırsınız bu? Nədir bu sözləri? Kimin adından eləyirsiniz bu hərəkətləri? Utanmaz, yaramaz, alçaq, bir qiriyyət şərəfsizlər. Məndən bu qədər dostlar. Allah amanda qalın. Mən bir daha deyirəm, bir daha qeyd edirəm. Gəlib bəziləriniz yazırsınız, bir-birinizi qırırsınız. Yox, məsələ o deyil. Bu gün mənə, sabah sənədir. Bitdi. Bu gün mənə, sabah sənədir və bir neçə nəfər də bu dəqiqə şahid olub ki, onlar kimdirlər. Bir çoxu bilir, qəşəng bilir.
Kimler bunlara sözün düzünü deyirsə, diridirsə, ağıllıdırsa, sırası hədəfə qoyurlar. Kimi öz oyunlarına gətirə bilmirlərsə, kimi öz kursoklarına keçidə bilmirlərsə, bu oyunları ilə, bu yalanları ilə sırası onu ləkələməyə çalışırlar. Hədəfə gətirirlər. Ki, baxın bu nədir? Hakimiyyətin adamıdır. Nədir? Ağıllı adamdır ona görə. Bəs siz ağıllı adamları ləkəliyirsiniz, diri adamları, cəsarətli adamları, düzə-düz əriyə deyən adamları ləkəliyirsiniz. Bəs belə olan halda bu nətər olacaq? Bu milləti necə xilas eləyəsiniz? Özünüz kimi adamlarla bu necə olacaq? Axı bu millətin xilası ağıllı, şuurlu, qətiyyətli, cəsarətli, düzgün adamların vasitəsilə olacaq axı bu. Necə olur ki? Bu sən cəsarətli, düzgün, ləyaqətli, ağıllı, düzə-düz əriyə deyən adamları sən şərləclə, ləkələclə sıradan çıxartmağa çalış, divara qısdacına, sonra da denən ay xalq biz sizə demokratiya gətirəcək. Hə? Sizi bunlardan xilas edəcək. Necə, nətər? Sən özün İlham Əliyevdən heç bir xərqin yoxdur. O da deyir daldan verənsən, Raval Biriyev, sən də deyirsən. Hə? Nətər olacaq bu şeylər? Blogerimə baxın mənim, kül sizin təpənizi yerə soxum, fahişədən əmələ gələnlər. Məndən bu qədər dostlar, sağ olun, Allah amanda qalın. Mütləq ki, həqiqətlər deyiləcək. İstir bloger olsun, istir nə bilim bloger olsun, istir İlham olsun, kim olur olsun. Bura haqq meydanıdır. Başa düşdünüz? Haqsızlığı, ədalətsizliyi, alçaqlığı, şəri böhtanı bir dənə İlham Əliyevə aid deyil. Dədəm də olsa deyəcəm. 9 ay məni qarnında gəzdirən anam da olsa deyəcəm, mənim haqqımdır bu. Bitdi, qutardı, bunun başqa adı yoxdur ki. Məsələ bu qədər bəsitdir. Nə qədər ki, şər, böhtan etmişsiniz, alçaqlıq etmişsiniz, buna cavab verməyəsiniz, sizi mən hədəfdən qoymayacağım kənara. Bunu biləsiniz. Hə, bunu biləsiniz. Və sizi qanunla da cəzalandıracağım. Səbirli olun. Qanunla da siz cəzalanasınız. Görəsiniz ki, necə oğullar var. Səbirli olun. Hər şeyin öz vaxtı var. O uğraş vicdansızdır. Sağ olun dostlar. Allahın amanda qalın.